Hər vaxtınız xeyir əziz tamaşaçılar və dəyərli izləyicilərimiz. Hər birinizi Kisal İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə siyasi baxış verişini izləyirsiniz. Əziz tamaşaçılar, bugün verilişimizdə cənab Prezident İlham Əliyevin Laçına səfəri, həmçinin orada həyata keçirilən genişmiqyaslı bərpa quruculuq layihələrinin iqtisadi, sosial və geosiyasi təsirlərindən danışacağıq. Azərbaycan, Türkiyə, Pakistan üçtərəfli əməkdaşlığının bölgədə yeni yaratdığı reallıqları, infrastruktur layihələrini və yerli istehsalının əhəmiyyətini müzakirə edəcək. Studiyamızın bugünkü qonağı Milli Məclisin deputatı Bəhruz Məhərrəmovdur. Xoş gəlmişsiniz Bəhruz müəllim. Hər vaxtınız xeyir olsun. Dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun dəvət üçün. Bəhruz müəllim, Prezident İlham Əliyevin Laçın şəhərində sakinlərlə görüşüb, orada həyata keçirilən genişmiqyaslı bərpa quruculuq işləri ilə bağlı ümumiyyətlə ümumi təəssüratlarınız necədir? Bu barədə nə demək istədiniz? Buyurun. Təşəkkür edirəm. Bilirsiniz ki, Vətən müharibəsi və antiterror tədbirlərindən sonra bütövlükdə Cənubi Qafqazda yeni geosiyasi reallıq yaranıb və bu konfiqurasiyada Azərbaycan güclü bənd kimi çıxış edir. Xüsusən də Azərbaycan öz torpaqlarını işğaldan azad etməsi, separatizmə son qoyması və nəzərə alanda ki, Azərbaycanın qarşısındakı yalnız Ermənistan deyildi, Ermənistanın arxasında duran böyük güclər idi. Bu mənada, bəli, bu havadarlar xüsusən nəzərə alaq ki, dünyada indiyə qədər çoxsaylı cinayətlər törədiblər, istər müstəmləkə zəminində, istər çoxsaylı digər zəminlərdə onların cinayətləri cəzasız qalıb. Bax, bu cəzasızlıq mühitində Ermənistanın işğalçılıq, separatizm meyllərinə rəvanş verməsi, revanşa bu günlər rəvanş verməsi fonunda Azərbaycanın onlara qalib gəlməsi əslində bu həqiqətən də tam yeni bir reallıqdır. Bilirsiniz ki, Vətən müharibəsindən öncəki dövrdə və Vətən müharibəsi və antiterror tədbirləri arasındakı o müddətdə bütövlükdə bölgənin Axilles dabanı kimi ən həssas bölgəsi Laçın olub. Və birinci Qarabağ müharibəsində və həmin müharibə dövründəki dönəmdə də Laçının önəmi xüsusi olub. Çünki məhz Laçının o dövrki hakimiyyətin xəyanəti nəticəsində Laçının işğal olunması ilə artıq bir mənalı şəkildə Azərbaycan Qarabağ üzərində nəzarəti demək olar ki, itirib. Və sonraki dövrdə də yəqin ki, xatırlayırsınız, antiterror tədbirləri öncəsi periodda bir mənalı şəkildə nəyin bahasında olur olsun, Laçını və yaxud Laçından keçəcək yolu, o xəyali yolu ermənilər də, havadarlar da güzəştə getmək istəmirdi. Cənab İlham Əliyev belə bir məqamda, belə bir situasiyada özünün şərtlərini, milli maraqlarımızın ehtiva olunduğu şərtləri diktə edə bildi və bu mənada bugün Laçında quruculuq, bərpa, Laçında həyata keçirilən tədbirlər və Laçından dünyaya verilən mesajlar özlüyündə çox əhəmiyyətlidir. Bugün biz nəyi görürük? Görürük ki, 30 il ərzində xarabazara çevrilmiş Laçının əvəzinə tam yeni, müasir, istənilən Avropa şəhəri ilə müqayisə edilə biləcək yeni bir insan məskəni salınır və əvvəlki Laçının ənənələrini qorumaqla, saxlamaqla. Bugün Laçına baxanlar Laçını bir mənalı şəkildə İsveçrə ilə müqayisə edir və yaxud Laçın bilirsiniz ki, uzaq dağlı rayondur, daim kənd təsərrüfatı, heyvandarlıq xüsusən sahəsi ilə məşğul olub belə Sovet dövründə, amma bugün artıq Laçını tamamilə müasir simasını şahidlik edirik. Laçın artıq tam yeni bölgə tarixində heç vaxt burada olmayıb. Bəli, yeni aeroport, hava limanı özlüyündə Laçını orta dəhlizin vacib həlqəsinə çevirir. Eyni zamanda Laçında həyata keçirilən infrastruktur layihələri, sənaye müəssisələrinin orada formalaşması, Cənab Prezident də bildiyiniz orada çoxsaylı açılışlar sırasında sahibkarlara yaradılan əlavə şərait, xüsusi şərait, bunlar hamısı Laçının yeni siması deməkdir. Və bu mənada hesab edirik ki, Laçına qayıdış, Laçında infrastruktur həyatda keçirilməsi, infrastruktur layihələrinin, Laçında böyük quruculuq bərpa prosesi bu özlüyündə prinsipial əhəmiyyət daşıyır və möhtərəm cənab Prezident də bu məsələdə qətiyyətini və aydın, korrekt mövqeyini ortaya qoyub. Bəhruz müəllim, Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan, Türkiyə və Pakistan birliyi yeni geosiyasi reallıqlar formalaşdırır. Bəs bu barədə nə demək istərdiniz? Çox vacib və konseptual bir məqamdır. Bilirsiniz ki, Azərbaycan, Pakistan və Türkiyə tandemi və xüsusən də Laçınla hər üç liderin bəyanatları, eyni zamanda müstəqillik günündə bəyanatlar, bu tamamilə yeni konfiqurasiya deməkdir. Bu tam yeni mesajlar deməkdir. Artıq dünya görür ki, Azərbaycanın özü yeni bir reallıq yaradıb, özü tam yeni orta güc kimi çıxış edir, bir mənalı şəkildə hesablaşılır və digər tərəfdən də Laçında, hansı ki, bugün Ermənistanın havadarlarının ora niyyətləri, revanşist niyyətlər bugün də Laçına yönəlib. Belə bir məqamda Pakistanın simasında nüvə dövləti, Türkiyənin simasında NATO'nun ən güclü quru qoşunlarına malik bir güc sahibi, güc subyekti Azərbaycanla bərabər
hüquqlu tərəfdaş kimi, strateji tərəfdaş kimi çıxış edir və bizim mövqeyimiz kiməsə qarşı yönəlməyib. Bizim birliyimiz birmənalı şəkildə revanşist niyyətlərə qarşı yönəlib, bölgədə sülhü sabitliyi təhdid edənlərə qarşı yönəlib və bu mənada hesab edirik ki, bax, bu özlüyündə, bütövlükdə regionun, Azərbaycanın demirəm, bütövlükdə regionun tarixində sülhə, sabitliyə doğru əsas qarantorlardan birinə çevriləcək tarixi səhifə oldu. Siz Laçında hava limanı açılış mərasimi var, qısa bir fikrinizi qeyd edirsiniz. Bəs bu barədə nə deməksiniz? Bu hansı yeni bir reallıqlar formalaşdıra bilər? Azərbaycan özünün yeni quruculuğunda, böyük quruculuq bərpa prosesində, həmçinin işğala və təcavüzə son qoyduqdan sonra yaranan yeni reallıqda tamamilə əməkdaşlığa, BMT nizamnaməsində əksini tapan prinsiplərə, beynəlxalq hüququn ümumtanınmış norma və normalarında əksini tapan prinsiplərə əsaslanaraq tam yeni münasibətlər sistemi qurur və eyni zamanda Azərbaycan özünün zamanında möhtərəm prezidentin çoxsaylı maneələrə baxmayaraq reallaşdırdığı layihələr sayəsində orta dəhlizin çox vacib bir segmentinə çevrilib. Bugün işğaldan azad olunmuş ərazilərdə qələbəmizin nəticələrinin davamlılığı üçün həmin ərazilərin iqtisadiyyatın ümumi potensialına reinteqrasiyası çox vacibdir. Və bu mənada bilirsiniz ki, işğala son qoyulmasından cəmi 9 ay keçmişdə artıq biz ilk hava limanının istifadəyə verilməsinin şahid olduq. Ardınca Zəngilan hava limanı və nəhayət bugün Laçın. Laçın hava limanının digərlərindən fərqi onun həm geosiyasi, geostrateji mövqeyi, həm də onun dəniz səviyyəsindən bütövlükdə MDB məkanında ən yüksəkdə yerləşən ən mürəkkəb infrastruktur layihələrindən biri olmasıdır. Azərbaycanın qısa müddət ərzində 3 yeni hava limanının istifadəyə verməsi Azərbaycanın bölgədə rolunu artırır. Çünki bilirsiniz, Donald Trump da öz məktubunda, həmçinin ABŞ-ın dövlət katibi də məktubunda, dünən cənab prezident senator Deyillə də görüşdə bu fikirlər ifadə olundu. Azərbaycanın getdikcə bax bu layihələr sayəsində orta dəhlizdə rolu, imkanları artır. Azərbaycan daha ciddi nəqliyyat xabına çevrilir. O cümlədən bir vaxtlar xarabazar olan bölgə Laçın bugün artıq orta dəhlizin Çindən Londona qədər gedən mühüm əhəmiyyətli hava limanlarından birinin ev sahibliyidir. Bu özlüyündə kifayət qədər ciddi, yalnız iqtisadi zəmin yox və həm də çox ciddi siyasi bir aspektdir ki, Azərbaycan işğal, təcavüzə məruz qalmış, xarabazara çevrilmiş, eyni zamanda narkotika tranzitinə ev sahibliyi edən cinayətkar yuvasını, militarist bir yuvanı sözün əsl mənasında bugün dünyada ümumbəşəri dəyərlərə xidmət edən bir güşəyə çevirir. Əlbəttə, Laçın hava limanının bu belə mürəkkəb coğrafi şəraitdə istifadəyə verilməsi Azərbaycanın güc və imkanının göstəricisidir, Azərbaycan prezidentinin qətiyyəti və eyni zamanda Azərbaycanın artan gücünün göstəricisidir. Bəs Bəhruz müəllim, Azərbaycan, Türkiyə və Pakistan birliyini, yəni bu dəstəyi dünyaya hansı bir mesajı verir? Əvvəldə də qeyd etdiyim kimi, Azərbaycan birmənalı şəkildə konstitusion niyyət olaraq bəyan edib ki, biz ümumbəşəri dəyərləri rəhbər tuturuq. Biz ümumbəşəri dəyərləri rəhbər tutub, bütün dünya dövlətləri və xalqları ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Bu istiqamətdə əməkdaşlıq etmək istəyirik. Eyni zamanda biz Konstitusiyanın 9-cu maddəsində ifadə edirik ki, bir mənalı şəkildə münaqişələrin həlli üsulu kimi müharibələri rədd edirik. Belə bir məqamda əlbəttə Azərbaycan özünün ən çətin məqamlarında belə öz ərazisindən heç bir qonşusuna, hətta münasibətlərin gərginləşdiyi vaxtda belə nə İrana, nə Rusiyaya qarşı, nə Gürcüstana qarşı biz ərazilərimizdən istifadə olmasına imkan verməmişik. Belə olan məqamda əlbəttə ki, Azərbaycan bundan sonra kiminləsə, kiməsə qarşı ittifaq bağlamaq və yaxud kiminsə əleyhinə birgə hərəkət fəaliyyəti həyata keçirmək niyyətində deyil. Bizim Pakistanla da, eyni zamanda Türkiyə ilə də, digər çoxsaylı bizə dost olan dövlətlərlə də münasibətlərimizin təməlində yalnız xalqlarımızın rifahı dayanır. Xalqların rifahından danışırıqsa, təbii ki, ilk növbədə burada təhlükəsizlik amili önünə çıxır və Azərbaycan bölgədə təhlükəsizliyə zəmanət verən artıq gücdür. Nəzərə alaq ki, biz işğala, təcavüzə son qoymaqla yalnız öz ərazilərimizi azad etməmişik. Biz həm də Cənubi Qafqazın orta güc lideri olaraq, həm də Cənubi Qafqazda hər bir Gürcünün, hər bir erməninin də daxil olmaqla hər kəsin təhlükəsizliyinə cavabdeh olan məsuliyyətli bir subyektik. Belə olan təqdirdə əlbəttə bizim bu əməkdaşlığımız birmənalı şəkildə ilk növbədə özümüzü qorumağa, iqtisadi cəhətdən inkişafımızın davamlılığını təmin etməyə, əməkdaşlığımızı genişləndirməyə, potensialımızı gücləndirməyə və nəhayət bütövlükdə regionun təhlükəsizliyini təmin etməyə yönəlib. Bəs Qarabağda beləcə həyata keçirilən geniş miqyaslı bərpa quruculuq fonunda beləcə köç prosesində cari vəziyyət necədir? Möhtərəm prezidentin Laçında da ifadə etdiyi kimi artıq 43 mindən artıq sakin özünün əbədi, əzəli torpaqlarında məskunlaşıb. Bu çoxları üçün xülya görünürdü. Bu çoxları üçün sözün əsl mənasında röya kimi görünürdü. Amma baxın, cənab prezident
sözün əsl mənasında vardan yox etdi və biz Qarabağda boş qalmış evlərə insanları köçürmürük. İnsanlar qayıdıb o 90-cı illərdə qoyub gəldiyi evləri tapa bilmirlər. Biz ora birincisi tamamilə yeni infrastruktur qururuq. İkincisi yeni həyat və tam yeni evlər və üstəlik ən müasir standartlar və üstəlik nəzərə alaq ki, qarşımızdakı erməni vəhşiliyi olub. Hər addım, hər qarış, qəbirstanlıqları, bulaqlar, çaylar, yollar, bunların hamısı minalanıb. Bəli, birmənalı şəkildə minalanıb. Minalanmış ərazilərin təmizlənməsi, insanların ora qayıdışının təmin edilməsi, həm də qayıdışın ləyaqətli və təhlükəsiz formada təmin edilməsi. Yeni bir həyatın canlandırılmasını şart Bu edir. birmənalı şəkildə böyük sözün əsl mənasında sərişdə istəyirdi və möhtərəm cənab prezident gördüyünüz kimi bunu reallaşdırdı. Artıq 50 minə yaxın insanın öz ata-baba yurduna qayıtması və bu köçün davam etməsi, proseslərin uğurla davam etməsi özlüyündə qətiyyətin, siyasi iradənin və gücün göstəricisidir. Belədirsə, infrastruktur layihələri icrası fonunda məktəblərin, xəstəxanaların tikilməsi, ümumiyyətlə insanların orada həyat şəraitini yaxşılaşdırması necə bir mesaj verə bilər? Biz qələbələrin qeyd etdiyim kimi davamlılığını təmin etmək üçün dayanıqlı məskunlaşmada maraqlı olmalıyıq və Azərbaycan 2030, bəli, Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlərdə də ifadə olunduğu kimi, Azərbaycanın 5 əsas prioritetindən biri işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır. Və böyük qayıdışın da reallaşması üçün təbii ki, orada infrastruktur layihələri olmalıdır, əhalinin dayanıqlığı təmin olunmalıdır. Əgər əhali ora köçürsə, orada infrastruktur, sosial, humanitar layihələr olmalıdır, əhalinin iş yerləri olmalıdır. Möhtərəm prezident əhali ora köçməzdən əvvəl oradakı layihələrin hamısının hazır olunmasında xüsusi maraqlı davranır və bugün tutaq ki, Ağdama köçənlər artıq orada hazır evlərə, hazır məktəblərə, hazır iş yerlərinə köçmüş olurlar. Bu mənada qeyd etdiyiniz kimi, bugün elə bir köç məkanımız yoxdur ki, elə bir qayıdış məskənimiz yoxdur ki, həmin məskəndə müvafiq infrastruktur layihələri reallaşmasın. Ən müasir məktəblər, ən müasir mədəniyyət ocaqları, xəstəxanalar, bunların hamısı orada mövcuddur və əhalinin sayı artdıqca da tədricən digər layihələrin də, həmin məktəblərin də sayı artacaq, bəli, həmin obyektlərin də sayı çoxalacaq. Belə desə, infrastruktur layihələri ilə paralel olaraq bəs insanlara tətbiq olunan, belə desə, onlar üçün göstərilən xidmət barədə, vergi güzəştləri, kreditlər, bunlar barədə nə demək istərdiniz? Əlbəttə, bunlar kompleks məsələlərdir. Bilirsiniz ki, orada iqtisadi fəaliyyət, xüsusən kənd təsərrüfatı sahəsində fəaliyyət hələ tam şəkildə realizə olunmayıb, həmin ərazilərin hər qarışı minalanıb, üstəlik köçlə bağlı, bilirsiniz, plan ardıcıl şəkildə gedir və gələcəkdə təbii ki, əlbəttə, indiyə qədər orada sahibkarlıq fəaliyyəti üçün kifayət qədər ciddi güzəştlər, kifayət qədər ciddi xüsusiləşmiş münasibət mövcuddur. Hüquqi bazis bunun istiqamətində, hüquqi bazis kifayət qədər normal, hüquqi bazis formalaşıb və bu istiqamətli işlər də davam edir. Amma digər tərəfdən, təbii ki, zaman keçdikcə, münasibətlər dəyişdikcə, əhali sayı artdıqca, xüsusən kənd təsərrüfatı torpaqları tədricən insanların dövriyyəsinə verildikcə, əlbəttə, münasibətlər yenidən tənzimlənməli, yenidən baxış olacaq. İndiki məqamda isə Azərbaycan dövləti vətəndaşın rahatlığı, inkişafı, sosial rifahının yüksəldilməsi istiqamətində nə lazımdırsa hər bir addım atır. Qarabağda həyata keçirilən bərpa quruculuq işlərində vasitəçi olan alternativ enerji mənbələri, külək enerjisi, günəş enerjisi, bəs buna münasibətiniz necədir? Azərbaycan sosial-iqtisadi inkişafa dair milli prioritetlərində əsas istiqamətlərindən də biri təmiz ətraf mühit və yaşıl artım ölkəsi olmaqdır və möhtərəm prezident bu prioritetləri yalnız kağız üzərində müəyyən etməyib. Bu prioritetlər eyni zamanda ölkənin müxtəlif istiqamətlərində reallaşmaqdadır. O cümlədən də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur artıq bir mənalı şəkildə bütövlükdə yaşıl enerji zonasına çevrilib. Bilirsiniz, işğaldan azad ediləndən cəmi 8-9 gün sonra orada ilk su elektrik stansiyası istifadəyə verildi. Təsəvvür edin, bu çox ciddi addımlardır. Ardınca bilirsiniz, Azərbaycanın antiterror tədbirlərindən sonraki periodda əldə etdiyi o nailiyyətlərin nəticəsi olaraq Azərbaycanın oradakı su mənbələrinə nəzarəti bərpa etməsi və s. bunlar hamısı bizim üçün geniş imkanlar yaratdı. Eyni zamanda Cəbrayildə bilirsiniz, günəş elektrik stansiyası, həmçinin bütövlükdə Qarabağ artıq, yəni Qarabağın konsepsiyası, Zəngəzurun, Şərqi Zəngəzurun konsepsiyası artıq məhz qeyd etdiyimiz kimi təmiz ətraf mühit və yaşıl artım ölkəsinin bir hissəsi olmağa hesablanır. Bəs Bəhruz müəllim, belə desək, bu həyata keçirilən infrastruktur layihələri, həmçinin vergi güzəştləridir, ümumiyyətlə sosial rifahın yaxşılaşdırılması bu Qarabağda turizm axınına necə təsir göstərə bilər? Bilirsiniz ki, artıq indidən Qarabağ turizm axınına, turist axınına məruz qalıb və bu mənada hesab edirik ki, gələcəkdə xüsusən o təhlükələrin, təhdidlərin aradan qaldırılması, quruculuq bərpa prosesinin yekunlaşmasından sonra ortada heç bir maneə qalmayacaq. Üstəlik, bax elə adını çəkdiyimiz Zəngilan, Füzuli, Laçın hava limanlarının mövcudiyyəti artıq birbaşa uçuşlar
Qarabağı təbii ki, sözün əsl mənasında turizm cənnətinə çevirəcək. Burada da süni nələrsə etməyə xüsusi ehtiyac yoxdur. Qarabağın özünün təbii coğrafi mövqeyi, şəraiti, meşələri, bulaqları, ehtiyatlar və s. bunlar hamısı artıq bölgəni təbii turizm məskəninə çevirib. Həmçinin Azərbaycanın zəngin mədəni tarixi abidələri həmin bölgəni həmçinin mədəni turizmin əsas mərkəzlərindən birinə çevirəcək. Qədim Alban abidələri və s. bunlar hamısı həmin bölgənin turizm potensialına köklü təsir göstərən amillərdir və açığı hesab edirəm ki, bu istiqamətdə bəli, kifayət qədər ciddi planlar və s. var, amma gələcəkdə bu istiqamət hansısa maneələrlə qarşılaşacağımızı düşünmürəm. Çox sağ olun Bəhruz müəllim. Siz sağ olun. Təşəkkür edirik. Sağ olun. Belə əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, bugünkü verilişimizin sonuna gəldik. Nəzərinizə çatdırmaq istərdim ki, studiyamızın bugünkü qonağı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov idi. Gələn görüşlərə dək.